18-ci əsrin ən güclü xanlarından hesab olunan Fətəli xan kim idi? 1736-cı ildə anadan olmuş Fətəli xan 1758-ci ildə Ruba xanı olmuşdur. Hakimiyyəti dövründə bütün Azərbaycanı bir xanlıq altında birləşdirməyə cəhd göstərmiş ilk siyasi liderlərdən biri kimi tanınır. O bir çox xanlıqları, məsələn Dərbənd, Şamaxı, Bakı xanlığını və Səlyan ətrafını öz hakimiyyəti altında birləşdirmiş və Dərbəndi paytaxtlardan birinə çevirmişdi. Fətəli xanın dövründə Ruba xanlığının ordusu çox güclü orduya çevrilmiş və Azərbaycanın ən güclü ordularından biri hesab olunurdu. Tarixdə bu haqda tam dəqiq məlumat olmasa da 1789-cu ildə xəstəlik səbəbindən vəfat etdiyi bildirilir. Bəzi mənbələrə görə və yaxud daxili xəstəliklər səbəbindən həyatını itirmişdi. Fətəli xanın vaxtından sonra Ruba xanlığında hakimiyyət uğrunda mübarizə başladı və oğlu Əhməd xan hakimiyyətə gəldi. Lakin o atasının güclü siyasətini davam etdirə bilmədi. Nəticədə bir çox xanlıqlar yenidən müstəqil olmağa çalışdı. Şamaxı və Bakı xanlıqları Ruba xanlığının təsirindən çıxmağa başladı. Xanlıq zəiflədi. 19-cu əsrin əvvəllərində isə vəziyyət tamamilə dəyişdi. Rusiya imperiyası Qafqaza doğru irəlilədi və Ruba xanlığı da müstəqilliyini itirdi. Belə videoların davamı üçün kanalımıza abunə olmağı unutmayın.